Gənclər, növbəti qonaqlarımıza keçid almaq vaxtı gəlib çatdı. Həm də harda? Düz şəhərin mərkəzində. Birazdan siz parkurçularla tanış edəcəm. Onlar öz idman hərəkətləri ilə sanki günəşə can atırlar. İzləyin, çox maraqlı olacaq. Maqlar, hazırda yanımda Azərbaycan Parkur İdman Klubunun baş məşqçisi Hafizdir. Hafiz, özünüzü necə hiss edirsiniz? Əla, soyuqda əla dəyişir. Mən isə baxanda düzünsəm daha da üşüyürəm. Gəlin birbaşa parkurdan söhbətimizi aparaq. Deyə bilərsinizmi, parkurun digər idman növlərindən fərqi nədir? Ümumiyyətlə bu idman növüdür? Ümumiyyətlə parkur idman növü deyil. Əslində parkur həyat tərzidir. Digər idman növlərindən fərqi də odur ki, A nöqtəsindən B nöqtəsinə tez çatmaq üçün lazımdır. Məsələn necə? Düz yol seçirik və qabağımıza nə çıxdı? Hamısının üzərindən keçirik parkur maneələrini aşırıq. Bu mənə olduqca maraqlı gəlir. Söhbət etmək, Hafiz, çox maraqlı bir həyat tərziniz var. Doğrudan da bunu birazdan görəcəm və şok olacağım. Buna əminəm. Çünki bir neçə saniyə öncə Hafiz bir hərəkət etdi, trük etdi ki, manevr etdi ki, mən yerimdə dondum və dedim, nə olar bunu mənim gözümün qabağında etmə. Digər sualımsa ondan ibarət. Elə manevr demişkən, nə qədər məşq etməyə lazımdır ki, peşəkar parkurçu olasınız? Birinci, belə deyək, əgər istədiyin hərəkətləri etmək istəyirsənsə daha rahat, heç bir problem olmasın. Birinci, insanın özünə inanmaq lazımdır. İnamdan başlayır hər şey. Özünə inanandan sonra təbii ki, başlayırsan məşqlərə, fiziki məşqlər lazımdır. Fiziki məşqlər olandan sonra insan özünə daha çox inanır. Və bilir ki, məsəl üçün, ən azından yıxılsa, əzilmə ehtimalı olsa da, sınmaq ehtimalı yoxdur. Belə bir şeylər var. Və təbii ki, bacardığımız qədər çox məşq eləmək lazımdır. Mən özüm 9 ildir artıq parkurla məşğulam və Azərbaycan Parkur İdman Klubunda baş məşqçiyəm. Valideynləriniz eşidəndə siz parkurla məşğul olmağa qərar vermişsiniz. İlkin reaksiyalar necə oldu, Hafiz? Qadağalar qoydular, evdən bayra çıxmamaq filan. Amma məqsəd budursa, əgər məqsəd böyüdürsə, sənin reallıqlar göz ardı edilir. Ümumiyyətlə, belə bir şey var, deyirlər. Məqsəd böyük olanda heç nəyi fikirləşmirsən. İstəyirəm, eləyirəm, eləyəcəm və alındıracam. Sosial şəbəkələrdə adətən biz görürük parkur videoları və onlar digər ölkələrdə xarici gənclər öz ölkələrinin sanki mədəniyyətlərini, onların mənzərələrini nümayiş etdirmək üçün hazırlayırlar və parkur da məhz o abidələrin önündə edirlər. Buna bir növ tanıtım da demək olar. Parkur 3 aksiyoma üzərinə qurulub. Effektivlik, sadəlik və təhlükəsizlik. Və təhlükəsizlik özümüzdən asılıdır edirik, sadəlik də bizdən asılıdır, lakin effektivlik hərəkətin gözəl görünməsi həm də ərazidən asılıdır, harada məşq edəcəyindən asılıdır. Təbii ki, gedib məhələn blokun yanında eləyəndə yaxşı görünmür, hərəkət mükəmməl də olsa. Lakin elə gözəl yerlər var ki, Bakıda orada biz edirik və əladı görünür hər şey.
Dostlar, bir verilişimizi beləcə bitirdik. Hazırda sizinlə sağollaşacağım və bu cümlələrdən istifadə etmək istəyirəm. Maqı izləyən gənclərdən tutmuş, Maqda əməyi keçən bütün insanlara kimi günəşə uğurlu addımlar, elə operatorumuza da günəşə uğurlu addımlar atmaq diləyi ilə bugünlük isə bu qədər. Hələlik.